Çinarə, sabahınız xeyir olsun. Həftənin ilk iş gününün ayın 26-sının hava proqnozunu izləyicilərin diqqətinə çatdıracağıq. Bəli, sizin də fonda izlədiyiniz kimi bugün günəşli hava hökm sürür və qış ayında, belə deyək, qış ayına xas olan bəzi günlərdə yaşanan mülayim, yumşaq hava müşahidə olunur. Yəni qış günəşinin şüalarını biz hiss eləyirik. Eyni zamanda şax da bir o qədər də yoxdur, onu da deyə bilərik. Amma Milli Hidrometeorologiya Xidmətindən müəyyən xəbərdarlıqlar da var. Yəni günəşli keçməsindən əlavə vurğulanır ki, həm küləkli keçəcək, eyni zamanda bəzi ərazilərdə qar yağacaq, paytaxt ərazisində isə çiskin olma ehtimalı var. İlk olaraq xəbərdarlıqları izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Küləklə bağlı sarı xəbərdarlıq elan olunub. Bura paytaxt Bakı, Abşeron yarımadası da aiddir. Bundan əlavə şimal bölgəsi Quba, Qusar, Xaçmaz, Şabran, işğaldan azad olunan torpaqlara gəldikdə isə Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, eyni zamanda digər ərazilər Neftçala və Qobustan ərazisində küləyin sürəti 13 metr saniyədən, daha dəqiq desək 13,9 metr saniyədən 20 metr saniyəyə kimi yüksələcək və bununla bağlı sarı xəbərdarlıq olunub və qeyd olunur ki, 26-sı gündüzdən, 27-si gündüzə kimi davam edəcək bu güclü külək. Eyni zamanda yollar buz bağlayacaq deyə Milli Hidrometeorologiya Xidmətindən vurğulanıb, əsasən rayonlarda və dağlıq dağətəyi rayonlara aiddir və əlavə olaraq da duman müşahidə olunacaq səhər və axşam saatlarında. Ona görə də yollarda görünüş məsafəsi 500-1000 metr məsafəyə qədər məhdudlaşacaq deyə Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanıb. Bundan əlavə bir xoş xəbər ondan ibarətdir ki, bugünkü hava, yəni temperatur, eyni zamanda yaşanacaq, müşahidə olunacaq hava meteohəssas insanlar üçün əlverişlidir. Bəs hava ümumiyyətlə proqnozu, temperaturu necə olacaq bu gün ərzində? Bunu da izləyicilərin diqqətinə çatdıraq. Qeyd eləyək ki, paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, dəyişkən buludlu olacaq, bəzən günəşi görəcəyik, bəzən belə deyək, buludların arxasında gizlənəcək. Eyni zamanda vurğulanır ki, cənub-qərb küləyi əsəcək, gündüzə doğru bir qədər artacaq, axşama doğru isə səngiyəcək və növbəti gündən yenə gündüzdən yenə belə deyək, küləyin sürəti artacaq. Və eyni zamanda vurğulanır ki, yolların buz bağlama ehtimalı var və paytaxtın bəzi ərazilərində çiskin olacaq. Havanın temperaturuna gəldikdə isə gecə saatlarında 1 dərəcəyədək şaxtadan 3 dərəcəyədək isti, gündüz saatlarında isə 6-10 dərəcə isti müşahidə olunacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə 70-80% olacaq. Bölgələrdə isə qeyd eləyək ki, qarlı hava müşahidə olunacaq, dağlıq dağətəyi rayonlara aiddir. Şərq rayonlarından başlayaraq isə intensiv xarakterli yağıntı müşahidə olunması ilə bağlı Milli Hidrometeorologiya Xidmətindən proqnoz verilib. Eyni zamanda əlavə olaraq o da vurğulanır ki, dağlıq dağətəyi rayonlarda yollar buz bağlayacaq. Buna görə də ehtiyatlı olmaqda fayda var. Təbii ki, aidiyyatlı qurumlar bununla bağlı hər zaman müraciət ünvanlayır, xəbərdarlıq eləyir. Eyni zamanda bunu da vurğulayaq ki, temperatur olduqca dağlıq dağətəyi rayonlarda aşağı düşüb, şaxtalı hava hökm sürür və gün ərzində də bu davam eləyəcək. Mülayim şərq küləyi əsəcək, vurğulanan məlumat ondan ibarətdir, bölgələrə aiddir bu. Amma qeyd etdiyimiz kimi sarı xəbərdarlığa əsasən bəzi ərazilərdə bugün gündüzdən şiddətlənəcək və axşama doğru müəyyən qədər səngimə ehtimalı var. Havanın temperaturuna gəldikdə isə gecə saatlarında rayonlarda 2 dərəcəyədək şaxtadan 3 dərəcəyədək isti, gündüz saatlarında isə 8-12 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə, eyni zamanda dağ ətəyi rayonlarda isə temperatur bir qədər aşağı düşüb. Qeyd olunan məlumat ondan ibarətdir ki, 8-12 dərəcə şaxta müşahidə olunacaq gecə saatlarında, gündüz saatlarında isə müəyyən qədər mülayimləşəcək və müsbət temperatur görəcək və 0-5 dərəcə kimi isti olacaq deyə Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanır. Bəli, Çinarə, həm xəbərdarlıqlar, müraciətlər, eyni zamanda bugünkü hava proqnozu necə olacaq gün ərzində? Bununla bağlı izləyicilərimizi məlumatlandırmağa çalışdıq. Təbii ki, belə deyək, həftənin ilk iş günüdür. Buna uyğun da hər kəs öz planlarını qura bilsinlər. Hələlik hava proqnozu ilə bağlı məndən bu qədər. Çinarə, söz yenidən səndə.